Herkese selam, kanalıma videomuz hoş geldiniz. Ben Asiyem. Bu günler yeniden yeni bir videomdan karşınızdayım. Hal-hazırda gedib riyaziyyat tapşırıqlarını yazacağım. Çünkü bu günler saat 4'dən 6'ya riyaziyyat hazırlığımız var. Və topludan çevrənin 3-cü, 4-cü mövzularını yalnızca cütlərini yazmağa verib. İkisi bir yerdə təqribi 60 tapşırıq falan olmalıydı səhv eləmirəmsə. Yəni çox belə danışmadan, vaxt itirmədən gedib bu tapşırıqları yazıram. Yazıb qutarandan sonra təzədən açaram kameranı. Bu gün eləməli olduğumuz babat şeyler var. Onları bir yerdə eləyərik sizinlə. Uşaqlar, mən 2 dənə mövzum var deyirdim. Onlardan birini qurtardım. İkincisini də bitirməyimə təqribi 15 dənə sual falan qalıb. Hal-hazırda girib bir dənə çiməcəyəm. Ondan sonra təzədən davam edəcəm riyaziyyatı yazmağa. Deməli, çimdim, çıxdım. Çimib çıxandan sonra oturdum, riyaziyyatı bitirdim. O qədər də yəni çətin deyildi. Hal-hazırda isə oturub fizika yazacağam. Toplu 2-nin ilk 2 mövzusu idi səhv eləmirəmsə ev tapşırığımız. Sabahları hazırlığımız var deyənə, sabahda bir də məktəbdən sonra birbaşa başlayır yazır. Yəni məktəbdən çıxıb birbaşa hazırlığa gedəcəyimə görə bir vaxt tapa bilməyəcəm sabahları yazmağa tapşırıqları. Ona görə bu günləri oturub yazmalıyam, bitirməliyəm. Gedib indi fizika tapşırıqlarını yazın və o qədər çox deyil səhv eləmirəmsə. 70 dənə birində idi, 30 dənə birində nə idi? Təqribi 100 dənə tapşırıq var cəmi və o qədər də çətin deyil səhv eləmirəmsə. Yəni biraz çətindir, yəni o qədər də deyil. Deməli, hal-hazırda fizika yazıram. Fizikada dediyim kimi toplu 2-nin ilk 2 mövzusunu verib. Bunlardan birincisini qurtardım, 30 dənə sual var idi. İndi keçdim ikincisini yazmağa. Birinci mövzu rahat idi, yəni sualım falan çıxmadı. İkinci mövzu görək necə olacaq. Yəni burada ələm-qələm şəkillər var. Biz belə bir şey keçmişdik. Nəysə də 70 dənə falan sual olmalıdır və yaxud 70-dən biraz çox ola bilər. Amma o biləm ki, 80-dən az idi səhv eləmirəmsə. Bu dəqiqə baxmağa qram vaxtım yoxdur. Çünki kitabın üstündə dəftər var, ruska var, plus naşnik var, plus mışqa var. Yəni onları götür təzədən qoy falan. Heç vaxtım yoxdur. Nəysə indi fizikanı da yazım. Ondan sonra keçəcəyik eləməli olduğumuz şeylər eləyəcək və gün başlayandan zarafatı çox qəşəngdir. Telefona çalışdığım qədər az baxmışam. Çünki yavaş-yavaş istəyirəm bu screen time-ımı azaldım. Çünki yəni bilmirəm də azaltmalıyam ki, məcburam.
Gün açılandan, gün başlayandan da, yəni demək olar riyaziyyatı işləmişəm, çinmişəm, fizkanı işləmişəm. Düzdür, indi riyaziyyatı işləyəndə kompüterdə bir video gedib ya bir nə mahnıya qulaq asmışam falan, amma indi o screen time-dan saymıram, çünki onları eləyəndə dərsdə eləmişəm. Düzdür, multitasking eləyib beyin, o biraz pisdir, amma yenə də yavaş-yavaş inşallah. Qısa bir dənə danışaq yenə. Elə bilin ki, hal-hazırda mən bu ikinci mövzunu təqribi 34-ə kimi yazdım, səhv eləmirəmsə. Bəli, 34-ə kimi yazdım, 34-ü yazmadım. 34 məsələ idi, yazmadım. Elə bilin ki, bu ehtimalla sonra yazaram. Çünki ki, yəni o deyiləndə mövzu biraz təzə mövzudur, yəni o biraz həzm eləyək. İndi oturacağam şey eləməyə. Fizikadan sınavımız olacaq da bu həftə. 7-ci günlər bütün toplu birdə olan mövzular düşəcək. Bərabər sürətli, bərabər təcilli hərəkətlər ətraflarını keçən dəfə işləyirdim. Orada bir-iki dənə sualda problem yaşamışdım. Gəlib onları təzədən yazacağam. Ondan sonra oturub çevrə üzrə bərabər sürətli hərəkəti işləyəcəyəm. Çox bomba mövzudur. Allah çox ləzzət eləyir də. Düsturu düzdür, çoxdur. Amma çox ləzzətli mövzudur. Yəni bir dənə düsturları əzbərləməkdir problem. Qalan məsələləri həll eləyəndə falan da bir problem yaşamırsan. Çevrə üzrə bərabər sürətlərini yazım. Ondan sonra da oturacağam Newton-Ramin mövzularını işləyəcəyəm. Mövzularını dediyim daha doğrusu ancaq ətraflarını işləyirəm. Ondan sonra da bitirəcəyəm. Fizika ilə bu günləri sağollaşacağam. Axşam bir dənə bəlkə böyük ehtimal yatmadan qabaq oturub qaydaları falan bir dənə oxuyaram, yataram. Sonra sabah tezdən səhər durub şey eləyərəm, qaydaları öyrənərəm. Tapşırıqları da elə səhər yazaram böyük ehtimalla. Nəysə bu cür oturum indi şey işləyim. Bərabər sürətli, bərabər təcilli hərəkəti indi oturum işləyim ətraflarını. Sonra gedim oturum çevrə üzrə bərabər sürətini işləyim. Sonra da oturum Newtonu işləyim. Bir dənə də belə bir şey deyim, indi yadıma düşdü. Mən bu günlər bir dənə qısa video çəkməliydim. Tez bazar girəcəyəm TikToka, səslərə baxacağam. Maraqlı bir şey tapım, bir dənə bu günün qısa videosunu paylaşım. Yəni o da bir dənə aradan çıxsın qoy. Deməli, hal-hazırda fizikanı bitirdim və riyaziyyat hazırlığımın başlamağına artıq az qalıb. Bir dənə yemək yeyib evdən çıxacağam. Bir də indi mən şeyi qurtarmışam döyüşü. Baxın, düz xətti bərabər sürətli və dəyişən sürətli hərəkət, yəni bərabər təcilli bitirdim. Çevrə üzrə bərabər sürətli ilə bitirdim. Newton qanunlarını da bitirdim deyə bu 20 variant fizika sınaq kitabı var. Buradan birinci sınağı bu gün işləyəcəyəm. Ondan sonra sabahları sadəcə bir dənə fizika hazırlığım var. Ondan sonra boşam. Bir də 4-cü gün riyaziyyat hazırlığım var. Bir də Azərbaycan dili hazırlığım var. Azərbaycan dili heç nə verməyib. Sınaq yazmışdıq deyə təkrar qalmışıq. Daha sonra şey isə riyaziyyat isə böyük ehtimalla çevrədə son bir dənə mövzu qalıb. Onu
onu verəcək. Onun da sualları az idi. Yəni 4-cü gün fizikadan qaydanan azər tez bazar riyaziyyat yazaram. Ondan sonra oturaram, ümumdünya cazibə qanunudur, ağırlıq qüvvəsidir, elastiklik qüvvəsidir, sürtünmə qüvvəsidir, impulsdur, enerjidir, mexaniki güclü bir də saxlama qanunları. Yəni sınaq 2-də bu mövzular var. Ümumdünya cazibə qanunu, yəni rahatdır, düsturlar falan az idi. Ağırlıq qüvvəsidir həmçinin. Onsuz da bu mövzuları mən yaxşı bilirdim deyənə. Çox da böyük problem yaşamıram. Böyük ehtimal sabahları bu mövzuları təkrar eləyərəm. Ətraflılarını bilmirəm, işləyə bilərəm, bilmərəm. Çünki o qədər çatdırmaram. Çünki ağırlıq qüvvəsi, bu elastiklik, sürtünmə bir dənədir. Sonra statika var burada. Statikanın əsasları deyəsən birincidədir. Bir onu şey eləyərəm indi. Ona baxarıq. Ondan sonra impuls, enerjini saxlama qanunları. O buradadır. Mexaniki işlə güc bir də nədir? Ətraflı. Saxlama qanunları nə saxlayır indi? Hə, impuls, enerji saxlama qanunları. Bu da birdir. Hə, tamam. Əslində dirəksək, enerji, impuls, saxlama qanunları. Bu üçü bir dənə mövzudadır. 3 səhifədir. Ondan sonra mexaniki iş, güc. 1 səhifədir. 1 ya da 2 səhifədə, indi 180-də başlayır, 181-də başqasıdır. Yəni odur. Ondan sonra sürtünmə, elastiklik. Direkt ətraflarında yazacağım bu arada. Yəni yazmalıyam. Yəni bir damcı əziyyət verirəm özümə, yazaram. Ətraflarında işləyəcəyəm. Plus bu sınaq içində işləyəcəyəm. 4-cü günləri. Yox. Bu neçənci gündür? 3-cü günləri. Bu şeyi 3-cü gün eləyəcəyəm. Ondan sonra 4-cü gün. Şey eləyəcəyəm. Mexaniki rəqslər, dalğalar, bərk cisimlərin, mayələrin təzyiqi, bir də qazların təzyiqi də. Bu 2 dənə mövzu, elə bilin ki, sınaq 3-də deyənə bunları eləyəcəyəm, plus ətraflarını işləyəcəyəm. Elə bilin mexaniki rəqslər, dalğalar 1-dir, aerohidrostatika, aerohidrodinamika da bir dənədir. Bunu da ətraflarını eləyəcəm, sonra gedəcəm, bunu işləyəcəm. Ondan sonra 4-cü sınaqda da, bunu da 5-ci gün eləyəcəm. MKN-dir, ideal qaz qanunlarıdır, termodinamikanın əsaslarıdır, maddənin əqdət halıdır. Bu MKN-lə ideal qaz qanunları bir dənədir, onun ətrafları 1-dir. Termodinamikanın əsasları 1-dir. Ondan sonra maddənin əqdət halıdır, böyük ehtimaldan bu doyan-doymayan buxar, bərk cismin xəstələri falan odur da. Onları da oturarım, işləyərəm ətraflarını, sonra bunu işləyərəm. 6-cı günləri də ümumi sınaqlar taparam. Bu OTK güvən falan keçirdir, blok sınaqları. Məsəl üçün OTK 15-i idi səfər öncə keçirdiyib. OTK 15 keçirdiyib. Güvən bilmirəm, amma güvən də keçirdir də. Oturub onları işləyərəm. Bir də bütün qaydaları ümumi təkrar eləyərəm də. Bazar günü sınağa gedərəm. Allah axırımızı xeyir eləyər inşallah. Yəni fikrim, zikrim, planım bu yöndədir. Görək xeyirlisin. Deməli, hal-hazırda evdən çıxdım, hazırlığa gedirəm. Bir də hazırlıqdan çıxandan sonra açaram kameranı və yaxud da evə gələndən sonra açaram kameranı. Hal-hazırda podkastda qulaq asıram, TED Talks. Bəs əslində bu dəqiqə dayanıb gedmir, çünki o da danışsam, mən də danışsam, beynim rol verər, danışa bilmərəm mən. Ona görə indi dayandırmışam, belə ona qulaq asıram. Biz şimdi söndürürəm kameranı, çünki əllərim donur. Uşaqlar, mən indi riyaziyyatdan çıxdım və deyirdim, Azərbaycan dili heç nə verməyib, sınaq yazmışıq. Riyaziyyat az tapşırıq verəcək, yəqin ki, mən qabaqdan danışmaq düşmürdü, Allahım olsun. Azərbaycan dilinin üçün indi qrupa yazıblar. Leksikologiyada ilk 3 dənə mövzunu yazırıq, nə bilim, sözün, nə bilim, parçalanması, kökü, təhlili, tekliyi, çoxluğu, gic-gic nəsə dənə mövzu. Riyaziyyatdan bu şey verdi. Yəni çevrədə sonuncu mövzunun təklərini bir də əlavə sınaqda verdi. Mən qabaqdan danışmaq düşmürdü, sərf eləmir, alınmır mən deyəcürə. Yəni tapşırıqlar babat çoxaldılar. Amma yenə də sabahları o fizikanı bildirə yazmalıyam. Və indi nə bilim, nəyəsə stop verərəm, nəyəsə eləmərəm. Amma o nə verir? Sənin quriyimi düşür deyə. Nəyəsə eləmərəm ki, bu onun əvəzinə həm fizikanı təkrar, həm ana dili bir şey yazarım, matematiki yazarım. Bu arada İngilis dili üçün də hər günə İngilis dilli Python'da əlavə hazırlıqlardan, zətlərdən əlavə onları da yazıram, eləməli olduğum şey kimi. İngilis dilində sectionlar ayırmışam, 5 dənə. Writing, speaking, listening, reading, grammar. Bu listening söhbətini podkastda qulaq asmaqdır. Sonra grammar, qrammatik işləməkdir. Yəni test falan. Sonra reading, qəzet falan oxuyaram. Sonra
yadımdan çıxdı. Writing üçün 20 dəqiqə, maksimum 20 dəqiqə 100 dənə söz yazmaqdır. Bir dənə topik seçərəm indi GPT ilə. Speakingdəki öz-özümə danışmaqdır. Yəni, məsəl üçün, elədiyim şeyləri, məsəl üçün, gedirəm. I'm walking. Dəli kimi öz-özümə danışmaq elə bir. Bu şey hissəsinin listening-lə həll elədim. Podcastda qulaq asırdım yolda. Speaking-i də indi həll edəcəyəm. Evə gedəndə kimi öz-özümə danışım. Bu cürlə. Sonra da gəlib nəsə eləyək, writing, reading falan eləyək bir şeymişik. Bu arada, hal-hazırda evə indi çatdım. İndi videolar editləməliyəm. Bazar gün çəkdiyim bir də medal vermə vlogu var idi. Onu editləyəm, paylaşım. Ondan sonra edəcəyəm dərsləri eləməyə. Ya, böyük ehtimalla şey eləyərəm. Fizikadan həmin bu 20 variant deyirdim. Onu oturub işləyərəm. Ondan sonra Python-a keçərəm. Ondan sonra ingilis dilinə davam eləyərəm. Yəni, ingilis dilindən 3 dənə section qaldı da. Reading-dir, writing-dir, grammar-dir. Bir də başqa söz eləməli deyiləm. Bir dənə skript yazmalıyam. O da, yəni, ideyalar var ağlımda. İdeyalar yazıram, skriptlər də böyük ehtimalla. Axşam o futbol var. Futbol vaxtı bir şeylər fikirləşirəm. Sonra fasilədə də onları yazaram. Yəni, bu cürlə əllə eləyərik o işi də. Bu 20 variantdan birinci sınav işlədim. Cəmi 2 dənə yazmadığım sual oldu. İndi də yeyirəm. Özümə pendilli qayğanaq düzəltdim. Ona bir tıxım, ondan sonra gələcəm bəzən ingilis dili işləməyə və yaxud da Python-a. Bu günlər sosial şəbəkəsində, yəni məndə tonqal falan qalırlar. Mən də indi çıxıram nəhriyə. Yəni bu vərəqə qoymuşam. Orada yəni eləmədiklərimi belə görəcəksiniz də. Yəni həmin şeylər bunu eləyə bilməm dərslər olsun. İndi sabahlarım eləyərik inşallah. İndi gedək tonqala.